Ay qardaş, 2 nəfərli işə girirsən, sən 100 nəfər niyə qəbul edirsən? Aydındır mı? Məhz bunun üçün vallahi Amerikanı ikinci dəfə kəşf etməyə ehtiyac yoxdur. Bu gün bizim universitetlərimiz 11-ci sinifin davamıdır. Yəni biz indi problem hissəsinə qayıdaq. Əsasən Azərbaycanda Elədirsə bu uşaqlara niyə zülm verir, ora girir? Bəli, mən ona gəlirəm. Bu günləri Azərbaycanda ali məktəblərə martın 2-sində imtahanın birinci mərhələsi həmçinin buraxılış imtahanı keçirilib, martın 9-da növbəti keçiriləcək. İmtahanda elə suallar təqdim olunub ki, o sualla nə siz yaxşı mütəxəssis seçə bilərsiniz, nə yaxşı vətəndaş seçə bilərsiniz, nə də o imtahanda 300 bal toplayan sizə gələcəkdə nəsə peşəkar bir mütəxəssis verəcək bir alət deyil. Təsəvvür edin, bir test tapşırığı var. İndi Dövlət İmtahan Mərkəzi deyir ki, tərcümədə də səhvə yol veriblər. Riyaziyyatla bağlı, borudur. Siz şərt yoxdur, amma düşünməlisiniz ki, belə bir şərt var. Ay qardaş, belə imtahan sualı olmur. Testologiyanın birinci prinsipi odur ki, testin cavabı mücərrəd olmamalıdır, konkret olmalıdır. Öyle. İmtahan iştirakçısı, baxın, nəzərə alın, imtahanda 11-ci sinifdə övladlarımız iştirak edir. Neçə yaş var? 16-17 yaşı, düzdür. 3 saat ərzində onlar 3 müxtəlif fəndən 11 il oxuduğunun əsasında. Onun üzərinə gələcəm, imtahanımızın yanlış olduğunu üzərinə gələcəm indi ayrıca. Təsəvvür edin, Elçin müəllim, siz sual yazırsınız. Sual yazanda qarşınızda evdə çay, kitaba baxırsınız, sualı yazırsınız. Rahat-rahat bir sualı 1 saatə yazırsınız. Hələ daha çox. Və onu verirsiniz Dövlət İmtahan Mərkəzinin sisteminə. Onlar da ekspertlər orasını yoxlayır, burasını yoxlayır. El dilində də bunkərə salırlar və sualı düşür. Bir müəllimin bir sualı hazırlamaq üçün 1 saat vaxt sərf etdiyi halda ixtisaslı mütəxəssisin yaşı 30, 35, 40, 50. Amma 16-17 yaşında uşaq bəlkə səhər həyəcandan yemək yeməyib, yolda nədənsə gərgin olub. Xaricdə necədir bəs? Bu gərgin prosesdə girir imtahana. Azərbaycandır, tədris Azərbaycan, riyaziyyat xaricidir. 3 müxtəlif suala cavab verir. Hansı suallara? Açıq tipli sual, qapalı tipli sual, situasiya tipli sual. Ay qardaş, ona görə də yekun nəticədə evdən qaçır da.